Bəylər, başlayırıq bizim birinci sınavımızdan. Deməli, hər şeydən öncə ondan başlayayım ki, siz imtahana daxil olan kimi isə kitabçalar paylanandan sonra ilk işləyəcəyiniz şey dinləmə olacaq. Mən sizə bu dinləmənin versiyasını da yönləndirmişəm. Bizim 5 dinləmə sualımız var və dinləmə bizə ümumilikdə 2 dəfə qoşulur, 2 dəqiqə aralıqla. Yəni siz imtahana daxil olacaqsınız. Kitabçalar sizə paylanandan sonra sizin otaqda həmin o kolonka olacaq və o kolonka başlayacaq avtomatik sizə deyiləndən sonra təbii ki də 2 dəqiqə vaxt hesablayacaq. 2 dəqiqədən sonra dinləmə avtomatik şəkildə qoşulur. Bitdikdən sonra yenə 2 dəqiqə aralıqdan sonra avtomatik şəkildə qoşulur. Yəni toplamda siz 2 dəfə dinləməni 2 dəfə dinləməyə qulaq asacaqsınız 2 dəqiqəli aralıqla. İndi məndən sizə bir balaca məsləhət ki, bundan sonra sınaqlar işlədiyiniz zaman, nə bilim, həm kitabda olan sınaqları, ümumiyyətlə getdiyiniz, necə deyim, sınaqları işlədiyiniz zaman əslində dinləməni işləmək çətin deyil. Sadəcə sual sayını və vaxtımızı nəzərə alarsak, bu bizim, necə deyim, biraz çətin gəlir. Nə mənada? Yəni ki, çatdırmaya bilərik, nəyisə eşitməyə bilərik, sualla uyğunluğunu tuta bilmərik. Ona görə məndən sizə məsləhət, xahiş edirəm. Əgər biz 2 dəfə dinləmə işləyiriksə, birinci dinləməni eşitdiyimiz zaman, qulaq asdığımız zaman fikrinizi bəlli suallara yönəldirsiniz. Yəni ki, sizə onsuz da 2 dəqiqə vaxt verirlər, siz sualları oxuyursunuz. Hansı suallar sizə asan gəlirsə, birinci dinləmədə öncə o sualları işləyirsiniz. İndi məsəl üçün, tutalım deyirəm, mən fikirləşirəm ki, mənə görə birinci, üçüncü və beşinci suallarım asandır. 2 və 4 çətindir. Artıq siz fikrinizi birinci dinləmədə, birinci, üçüncü, beşinci suala verirsiniz. İkinci dinləmədə də tamamilə ikinci, dördüncü suala konsantrə olursunuz. Birdən-birə bütün 5 sualın cavabını verməyə çalışırsınız. Bu sizin biraz çətin olacaq. Nəzərə almış olsaq ki, imtahanda da mətnlərin tempi fərqli ola bilər, dialoq formasında ola bilər mətnlər. Bu bizim biraz, necə deyim, qarışdıra bilər fikrimizi. Amma əgər biz sizinlə bəlli bir suala konsentrasiya olmuş olsaq, ən azından mən artıq biraz məqsədli şəkildə qulaq asmağa çalışacağam. İndi məndən sizə məsləhət gələn dəfə dinləmə işlədiyiniz zaman bu metodika ilə işləməyə çalışın. Görsəz ki, alınır, artıq bundan sonra eləyin. Məsəl üçün mənim elə tələbələrim var idi ki, aralarında onlara bu metodika çox-çox kömək olurdu. Dedilər ki, müəllimə, biz artıq suallara daha məqsədli şəkildə baxırıq. Aralarında elələri var idi ki, xanımlar, bəylər, onlar deyirdilər ki, müəllimə, mənə məsəl üçün yəni asan çətin fərqi yoxdur. Birinci 3 sualına baxıram, sonra digər 2 sualına baxıram. Elələri var idi, heç dinləmə suallarına baxmırdı. Dinləmə getdiyi zaman kitabçanın arxasında özü üçün qeydlər aparırdı. 2 dinləmə bitəndən sonra da sualları açıb baxırdı. Yəni ki, fərqli-fərqli işləmə metodları olduğuna görə bu sadəcə mənim sizə və mənim də özümün də istifadə etdiyim bir metodikadır. Əgər bir dəfə çalışın, o metodla işləyin, görsəz ki, düz cavablarınızın sayı çox olur. Bunu artıq individuallaşdırın və belə davam edin. İndi siz bilmirəm necə işləyirsiniz, ümumiyyətlə dinləmə ilə aranız necədir? İndi onu da inşallah ki, mən təxminən azdan çoxdan biləcəm. Əslində o qədər də pis deyil, anladığım qədərilə dinləmə ilə aranız. İndi bizim bu dinləməmiz Paymetaqdaydı. Mən göndərmişəm sizə o dinləməni. Bir dəfə də diqqətli şəkildə qulaq asıb suallarına baxarsınız. Aydındır? Понятно? Nəsə sualınız var dinləmə işləməsi ilə bağlı? Все понятно? Yəni, sual verə bilərəm. Da, конечно. Mən tutaq ki, mən ya da ümumi olaraq deyirəm də, yəni dinləmədə birinci, üçüncü, beşinci cümlələri söz məsələ birinci dəfədə yazmaq, sonra ikinci dəfədə 2, 4, 6-nı yazmaq. Yəni icazə verirlər, yoxsa ki, yazmağa ümumiyyətlə icazə vermirlər? İcazə verirlər deyəndə ki, o kitabça zaten sona qədər sizinlə qalır. Başa düşdünüz? Yəni ki, siz ümumiyyətlə imtahanda istədiyiniz yerdən başlaya bilərsiniz. İstədiyiniz sualı istədiyiniz vaxt yaza bilərsiniz. Yəni ki, onun heç bir fərqi yoxdur, heç kim də sizə qarışa bilməz. Mən birinci, məsəl üçün, yazıram birinci, üçüncü sualı, sonra başlayıram ikinci, dördüncü, beşinci sualı yazmağa. Bu tamamilə... Yox, amma yazır demirəm. Mən mətni köçürməyi deyirəm. Mətni elə bil dinlədikcə birinci cümləni yadda saxlayıb tez yazacağam, tutaq ki də, ikinci cümləni çatdıra bilməyəcəm sözsüz. Sonra üçüncü cümləni yazıb belə birinci dinləmədə. Sizin kitabçada apardığınız heç bir qeyd onlara aidiyyəti yoxdur. İstədiyinizi kitabçada yaza bilərsiniz. Yox. Məsəl üçün tutalım ki, hansısa qeyd aparmaq istəyirsiniz də, nəsə dinləmisiniz. Məsəl üçün deyirəm, ili yadda saxlamağa çalışırsınız da, düzdür? Əgər onu kitabçada qeyd eləsəz, heç kim sizə orada heç nə deyə bilməz. O kitabça onsuz da sizə veriləcək. Yəni son 2 ildir kitabçalar imtahandan sonra tələbələrə verilir. Və ona görə sizin orada apardığınız qeyd kitabçada, apardığınız qeyd
Heç kimə, necə deyim, heç kimə o dəxli yoxdur. Sən öz işindir. Mən dinləməni belə işləyirəm. Heç kimsə heç nə deyə bilməz. Aydın, çox sağ ol. Siz sağ olun. Başqa sualı olan Olar. var? Da, pожалуйста. Mən imtahan rəhbəri işləyirəm. Aha. Yəni artıq 12 il. Orada sual kitabçasında ağ boş yerlər nə qədər varsa, onlar hamısı qeydiyyat aparmaq üçündür. Bəli, bəli. Yəni harda Arxasında, qabağında, bəli. sadəcə vərəq keçirtmək olmaz. Hə, o heç. Onu da yoxlayırlar, icazə də vermirlər. Hətta məsəl üçün səhv etmirəmsə keçən ilə qədər pozan falan keçirtmək olurdu. Siz indi məntiqdən pozan məsələləri var, kub məsələləri. Bilmirəm, onu sizə öyrədirlər pozanla falan işdə. Məsəl üçün bildiyim qədərilə bu ildən ona da icazə verməyəcəklər. Pozan falan keçirtməyə də icazə verməyəcək. Bəli, vərəq falan keçirdə bilməzsiniz. Amma belə o kitabçada, boş yerdə, nə bilim, harda istəsən başından aşağı qədər istədiyin hər şeyi yaza bilərsən. Ona heç kim qarışa bilməz. Aydındır? Bəli, sağ ol. Axşamınız xeyir. Axşamınız xeyir, buyurun. Müəllimə, karandaş falan olar aparmaq? Bəli, karandaş üstündə də Onu bəli, pozan bəli, falan karandaş olar. Amma məsəl üçün pozanı ayrı aparırdılar. Onu bilmirəm. Məsəl üçün keçən il icazə vermişdilər. Amma bu il mən bəzi Telegram kanallarında oxudum ki, bundan sonra səhv etmirəmsə ona da icazə verməyəcək. Onu dəqiq bilmirəm. Yalan deyirəm. İndi hər halda imtahana yaxın təlimat çıxırdı onsuz da hər il. Onda deyəcəklər. Nə olar? müəllimə bir də çox Da, buyurun. 25 sual neçə bal eləyir? Elə 25 bal. 25 sualınız yoxdur. Sizin imtahanda 20 sualınız var. Amma ümumi xarici dildən 5 balda essə əlavə olunaraq 25 bal ala bilərsiniz, bəli. Yəni ki 20 sual kitabça Olar. verir sizə, 5 sual da essə. Əsas nədir müəllimə? Essə yox, essə. İnşa. Nədir? İnşaat olacaq bizdə. Bəli, bəli, inşa da yazmalısınız. Orada gələcəm, səbirli olun, onu da izah eləyəcəm. Xaraşo, bugün ona da baxacağıq. Təzəcə olacaq. Hə, bildim, yaxşı müəllim. Xaraşo. Olar mı? Bu Mən deyə bilərəm. imtahanda indi iştirak elədim. Ən yaxşı nəticə elə rus dilindən gəldi. 18 dənə düz. Oy, nə 2 gözəl. dənə cəmsiz. Bir dənə 10-cu sualım səhv oldu. Aha, indi Bir də gələcəm. 5-ci sual boş qaldı. Всё, Yəni всё. ən yaxşı nəticə rus. Çox gözəl, çox sevindim. Uğurlu olsun inşallah bundan sonra da. Bu hissəsini söndür. Deməli gəlirəm mətn məsələsinə. Deməli sizin imtahanda 2 dənə mətniniz olur. Dinləmədən sonra yəni ki mətnlərə başlayacaqsınız da belə deyim. Bir dənə zəhmət olmasa hamı 6-cı suala fikir versin. Burada əslində appeçatlıq gedib. Əslində imtahanda sizin 6-cı sualınız və ikinci mətnin 1-ci sualı xanımlar və bəylər açıq versiyada olur. Necə açıq versiyada olur? Məsəl üçün qeyd edib sonra 6.1 yazıb. В России хлеб считался не только пищей, но и частью культуры. Bunlar bu 6.1, 6.2, 6.3, 6.4 bunlar əslində bir sual deyil. Bunlar mətndən olan, necə deyim, utvrdiyalardır da, yəni mətndən olan tezislərdir. Siz oxuyursunuz və əgər siz bu utvrdiyaların, bu tezislərin mətnə aid olduğunu düşünürsünüzsə, xanımlar və bəylər, deməli, orada verin olaraq qeyd edirsiniz. Mətnə aid deyilsə, niyə verin olaraq qeyd edirsiniz? Mən sadəcə burada aşağıda variant qeyd etməyimin səbəbi odur ki, bizim imtahanda o kitabçamızda necə deyim 6.1-i, 6.2, 6.3-ü qeyd eləmək olmur. Məcbur biz variant olaraq qeyd eləməliyik də. Düzdür? Sırf ona görə mən ora yazmışam. Ötə görürsə appeçata gedib orada. Yəni ki, imtahanda bu aşağıda A, B, C, D, Y variantlarımız olmayacaq. Siz orada ayrı şəkildə 6.1, 6.2, 6.3 və 6.4-ün necə deyim, hər necə deyim, sualın, hər tezisin düzgün və yaxud da səhv olduğunu qeyd eləyəcəksiniz. Və əgər bu tezislərdən üçünün cavabı düzgün olarsa, yəni 6.1, 6.2, məsəl üçün 6.4 düz yazmısınız, 6.3-ü səhvdir. Bu sizə ümumilikdə 0.5. Əgər 4-ün 4-ü də düzgün olarsa, sizə ümumilikdə 1 bal verəcək. Eyni bir prinsip 11-ci sualımız üçün də keçərlidir. Aydın olmayan nəsə var? Agə. Düzü tapırıq, səhvi tapırıq düz müəllimə? Təhcə. Yox, yazıb ki, Yoxsa uyğun olanı. Uyğun olanı. Məsəl üçün oxudun ki, в России хлеб считался не только пищей, но и частью культуры. Düzdür? Bu düzdür. Birinci cümləmizi oxusan biraz fərqli variantı orada qeyd olunub. Deməli sən orada verna yazacaqsan. Düzdürsə yazacaqsan verna, səhvdirsə, mətnə aid deyilsə, mətndə olanı inkar edirsə və yaxud da mətndə vəbşə bu məlumat yoxdursa, niyə verna olaraq götürəcəksən? Yəni bu bir sual belə tiplikdə də müəllimə. Yəni bəli, imtahanda da eyni bu versiyada olur. Yəni imtahan necə deyimsə, mətndən sizə tezislər verilir. Düz hesab edirsənsə verna, səhv hesab edirsənsə niyə verna götürəcəksən?
Хорошо? Çox sağ olun müəllim. Siz sağ olun. Bəli, bəli. Eyni bu prinsip 11-ci sual üçün də keçərlidir. Хорошо? Yəni ki, eyni məsələdir. Xanımlar və bəylər, sizin hər mətninizin ikinci sualı var. 10-cu və 15-ci suallarınız. Zəhmət olmasa yadda saxlayın ki, onlar da imtahanda açıq versiyadadır. Yəni belə deyim də, necə deyim? Aşağıda olan o göstərilən 1 2 3 B variantları falan yoxdur da. O da niyə yoxdur? Yəni bu açıq sual olaraq hesab olunur. Sadəcə mən yenə də təkrarlayıram. Sırf bu uyğun gəlsin deyə mən sonra məcbur şəkildə variant yazmışam. Aydındır? Məsəl üçün 10-cu sualda ya bu tip bir versiya olur. Какое из ниже перечисленных утверждений являются верными? Yəni ki, aşağıda göstərilənlərdən hansı düz, hansı səhv olaraq istifadə olunur. Bir də bir dənə tip sualımız var. İndi tapsam ondan da göstərəcəm sizə. На какие вопросы можно найти ответ в тексте? Deyir ki, hansı sualların cavabını mətndə tapmaq olar. Daha çox bu iki variantdan olur. İndi qəbulları işləyəndə də görəcəksiniz. Deməli, yadda saxlayırsınız. 11-ci və 10-cu və 15-ci suallarınızda imtahanda açıq versiyada olur. Cavabın əgər 1-5-dir, sən ora məsəl üçün 1-3-5 yazmısansa, bu artıq səhvdir. Olmaz. Düzgün cavabın 1. Yəni bu sual sənə 0,5 verə bilməz. Bu ya sənə 1 bal verəcək, ya da sənin balını kəsəcək. İkisindən biri. Müəllimə, onlar bu 10-cu sualla bağlı. Elə bu sualda mən də bircə dənə bu sualım səhv çıxdı. Yəni bu boyda 20 sual. Orada da variantlar indi siz göstərdiyiniz şəkildə değildi. Orada elə bil ki, bu ince lipyoshka используют только как пищу. Bu da düzdür. Bu cavabda var. Ona 16-cı sualımızdan. Mənə burada deyir ki, выберите правильный variant. Düzgün olan variantı göstərin mənim üçün. Əgər mən suala baxmış olsam, görərəm ki, bizdə oradan bir paronim məsələmiz var da, bizim stildə düzdür. İndi mən bir bütün paronimləri izah eləyəcəm. Siz də necə deyim, baxacaqsınız ki, bu bununla istifadə oluna bilər yoxsa yox. Mən gəlirəm birinci A variantına. A variantında mənə mötərizədən qıraqda sportsmen sözü qeyd olunub. Mötərizə içərisində klassный və klassovый deyə açıqlayıb və seçilmiş söz olaraq klassovый verilib. Hər birinizi xatırladıram. Fərqləndirilmiş söz bərabərdir seçilmiş söz. Yəni ki, nə deməkdir bu? Yəni sizin sportsmen sözü ilə klassovый sözü seçilib. İndi bu ikisinin fərqini izah edirəm. Baxın, hər ikisi əslində klass sözündən götürülüb, hansı ki sinif deyə istifadə olunur. Amma birinci sözümüz var, o qarayla istifadə olunur. Baxın, o klassный sözümüz Azərbaycan dilində sinifə aid deyə tərcümə olunur. Məsəl üçün deyirəm, klassный rukovodитель, klassный jurnal, правильно? Amma klassovый təbəqəyə aid mənasındadır və sportsmenimiz sinif sportsmeni deyə nəzərdə alırıq deyə. Ona görə mənim A variantım orada səhvdir. Gəlirəm B variantına. Fakultet, pedagogический, pedagogичный. Deməli, xanımlar və bəylər, biz sizinlə bilirik ki, pedagogический sözümüzdə, yəni ki, mötərizədə olan birinci sözdə bir sk sufiksimiz var. O sk sufiksi mənə nəyi bildirirdi? Nəyi göstərir? Mənsubiyyət. İnsan xarakteri deyildi, xeyr. İnsan xarakteri çivlivi idi. O çivlivi idi. SK mənsubiyyəti bildirirdi. İndi mənim fakültəm də pedagogikaya aid olduğuna görə, pedaqoji olduğuna görə B variantımda olmalıydı pedagogический fakultet. Baxın, fakultet pedagogический, universitet pedagogический, pedagogические nauki, elmlər. Pedagogikaya aid olan hər şeydə bir SK olmalıdır. Ona görə mən B variantım səhvdir. Bu ikinci qeyd olunan sözümüz var, pedagogичный. Bu pedaqoji yanaşmaya aid ola bilər, münasibətə aid ola bilər. Deyə bilərsiniz ki, pedagogичный человек. Amma fakultet olmalıydı pedagogический. Ona görə mən B variantımda səhvdir. C variantında zamak qala deməkdir. Каменистый var, каменный var. O seçilmiş olaraq bizdə каменистый sözü verilib, hansı ki daşlı deyə tərcümə olunur. Каменистый может быть путь, doroga, берег, daşlı sahil ola bilər, yol ola bilər. Amma əgər söhbət qaladan gedirsə, o daşdan hazırlanmış olmalıdır. O da olacaq variant C. Каменный замок. Хорошо. Yadda saxlayın, C variantımızda səhv seçilib. Каменный olmalıydı. Gəlirəm, D variantımız düzgündür. Gəlirəm Y variantımıza. Y variantında lечение müalicə deməkdir. Mötərizədə qeyd olunub длительное, bir də qeyd olunub длинное.
İzahını verirəm. Baxın, o длинное sözümüz var ya, hansı ki qara ilə istifadə olunur bizim üçün, yəni şriftlə qeyd olunur. O Azərbaycan dilinə uzun deyə tərcümə olunur və короткий sözünü antonim olaraq mən ona istifadə edə bilərəm. Yəni əgər mən deyirəmsə məsəl üçün короткое платье, rahatlıqla deyə bilərəm длинное платье. Правильно? Yəni длинный razmer olaraq deyək də belə uzun. Bildiyimiz necə deyim, adi, sadə, uzun paltar məsəl üçün ola bilər. Правильно? Amma qeyd olunmayan длительное bu vaxtı nəzərdə tutur. Yəni məsəl üçün лечение может быть длительным. Yəni uzun müddətli müalicəni nəzərdə tuturam. Aydındır? Yəni ki, təkrarlayıram. Длительное uzun müddətli, длинное amma uzun deyə tərcümə olunur. Лечение də bir proses olduğuna görə uzun müddətli deyə tərcümə olunacaq. Düzgün də olacaq orada variant, daha doğrusu düzgün olaraq olmalıydı длительное лечение. İndi gəlin D variantıma. D variantında гость sözü qeyd olunub. На всякий случай запомните, что гость sözümüz kişi cinsinə aiddir. Bu biraz istisna tipli sözlərdəndir, yadda saxlayın. Mötərizədə qeyd olunub желательный, bir də желанный. Bu ikisinin tərcüməsini sizə izah etməyə çalışacağam. Azərbaycanca bir balaca çətindir izah eləməyə, amma çalışacağam ki, yadınızda qalsın. Deməli, qara ilə istifadə olunmuş söz, yəni ki, желанный sözümüz Azərbaycan dilinə çox istənilən, çox gözlənilən, arzu olunan mənasında istifadə olunur. Например, mən deyə bilərəm желанный гость, yəni arzu olunan qonaq. Nə bilim deyə bilərəm желанная победа, например, arzu olunan, çox istənilən победа, qalibiyyət, qələbə. Aydındır? Amma желательный, bu bilirsiniz nədir? Bax, məsəl üçün mən deyirəm желательный rezultat. Yəni ki, mənim istəklərimə, mənim istəklərimə, mənim fikirlərimə uyğun gələn. Yəni məsələn deyirəm ki, желательно, чтобы ты хорошо написал. Yəni ki, mən arzu edirəm ki, mən istəyirəm ki, uyğun olar ki, sən düz yazsan, yaxşı yazsan, aydındır? Belə də yadda saxlayın. Желанный гость, arzu olunan qonaq, желательный результат. Yəni ki, bu əgər bu nəticə olsa yaxşı olar. Aydındır? Mənim fikirlərimə uyğun olar, mənim istəklərimə uyğun olar, mənim интересам будет соответствовать, да, хорошо. Ona görə mənim D variantım səhvdir. Səhv qeyd olunub. İndi 3-cü sualda məndən sinonimlərimi istəyir. Deməli, orada B variantımızda молчать, спрашивать, молчать susmaq, спрашивать soruşmaq, выполнить уже nəyisə edib bitirmək, yerinə yetirmək, начать başlamaq antonimdir. Бежать qaçmaq, идти getmək, стоять dayanmaq, встречать qarşılamaq. Bunların heç biri sinonim deyil. Fikir verirsə nitq hissələrdə hamısında eynidir, amma sinonim deyillər. Sinonim olacaq orada variant A. Опасаться, boyаться. Qorxmaq, qorunmaq deyə tərcümə olunur. Ona görə bizim A variantımız orada düzgündür. Хорошо, понятно? Orada mən A variantı, yəni hansı variantda, yox, hansı variantda qalmışdım da, yəni İkisi arasında qalmışdım. Amma burada bilmirəm da. Amma A'nı seçməmişdim də, heç birini seçməmişdim. Heç seçməmişəm A'nı. Nичего, хорошо, bывает. Başlayıram 18-ci suala. Deməli, 18-ci sualda mənə deyir ki, əslində bu leksikologiya temasına aid bir sual deyil, o mövzunun sualı deyil də. Sadəcə mən sizə, necə deyim, bu sualı izah eləmişdim. Biz bu mövzuya baxmışdıq deyə mən imtahana busunu sizə salmışam. Deməli deyir ki, на вопрос почему отвечают слова в предложениях. Deyir ki, hansı cümlələrdə почему sualına cavab verən sözlər var. Hamınızın diqqətini cəlb edirəm şərt hissəsinə. Bax, təkrarlayıram. Başıma gəlib deyə bilirəm ha. Demir ha, mənim cümləm почему sualına cavab versin. Deyir ki, cümləmin içərisində почему sualına cavab verən sözlər var. Mənim keçən tələbələrim var idi. Suala, daha doğrusu cümləni oxuyurdular. Özünə ora почему sualını verirdilər. Hələ əlavə cavab da qoyurdular. Belə şey eləməyin. Yəni ki, ola bilər sizdən cümləniz почему sualına cavab versin deyə bir sual çıxa bilər qarşınıza. Amma hal-hazırda elə bir şey yoxdur. Mənə deyir ki, cümləmin içərisində почему, yəni niyə sualına cavab verən söz var. Bu bir. İkinci olaraq, yadda saxlayaq ki, почему sualımız Azərbaycan dilinə niyə deyə tərcümə olunur. Və əgər mən hansısa bir sualı почему ilə verirəmsə, deməli mənə səbəb maraqlıdır. Yəni hansısa bir prosesin baş vermə səbəbi maraqlıdır. Çünki bunun oxşarı olaraq bizdə зачем var. Зачемdən sual verəndə mənə məqsəd maraqlı olur.
Aydındır? Yəni ki, fərqli-fərqli şeylərdir. Почему-da mənə səbəb maraqlıdır, зачем-da mənə məqsəd maraqlıdır. Üçüncü nüans. Почему ilə sual verilirsə əgər, onun cavabını потому что ilə alırıq. Zачем-dan sual verirəm. Потому что bu arada çünki deyə tərcümə olunur. Zачем-dan sual verəndə cavabını чтобы ilə alıram. Чтобы da məqsəd bildirir. Ya чтобы olacaq ya da для того, чтобы ikisindən biri. İndi gəlin baxaq. Birinci cümləmdə deyir: Я знаю, как решить эту задачу. Mən bilirəm bu məsələni necə həll etmək olar. Burada bir məqsəd, səbəb bildirən bir sözümüz yoxdur. Ümumiyyətlə burada bir səbəb göstərə biləcək və yaxud da baş verən bir hadisə də yoxdur. Sadəcə bizə informasiya verir. Ona görə bir getdi. 2-yə baxıram. Движение на дорогах было остановлено. Bax, heç mən bu ikinci hissəni oxumasam, из-за сильного снегопада hissəsini oxumasam, gəlsəmsə desəm ki, ребята, движение на дорогах было остановлено. Yollarda hərəkət dayanmışdı. Mənə avtomatik sual verəcəksiniz, niyə? Bax, o niyenin cavabı da cümlənizdə var. İzza silnava snegoppada. Çox güclü qar yağdığına görə, çox güclü qara görə. Yəni çox güclü qar yağması yollarda hərəkətin dayanmasının səbəbi olmuş olur. Ona görə də 2 daha doğrusu bizim düzgün cavabımızdır. İzza onsuz da bizdə çox zaman səbəb bildirir. Bəzən düzdür, arxasından deyə də tərcümə oluna bilər, amma hal-hazırda elə bir tərcümə yoxdur. Yəni ki, İzzanın əsas tərcüməsi nəsə bir səbəb göstərdiyi zamandır. Поэтому движение на дорогах было остановлено из-за сильного дождя. Yollarda hərəkət güclü qar yağıntısına görə dayanmışdı. Səbəb varmı? Bəli, var. Gəlirəm üçüncüyə. Я знаю, что в среду будет экзамен по русскому языку. Mən bilirəm ki, üçüncü gün rus dili imtahanı olacaq. Bu da sadəcə bir sual, necə deyim, bir informasiya ötürür mənə. Səbəb göstərən heç nə yoxdur. Gəlirəm 4-də. Deyir ki, раненый побледнел от сильной боли. Təkrarlayıram, bax bu от сильной боли hissəsini oxumasam əgər mən, gəlibsə desəm ki, раненый побледнел, yaralanmış ağardı, yəni ki, necə deyim, rəngini itirdi mənasında. Sual verəcəksiniz, niyə? Почему побледнел? Deyəcəm, от сильной боли, güclü ağrıdan, güclü ağrı səbəbilə. Ot da bizə səbəb bildirə bilir. Hal-hazırda dan-dən deyə tərcümə olunur. От сильной боли, güclü ağrıdan, güclü ağrı səbəbilə. 4 də okeydir. 5-ə gəlirəm. От смеха у меня выступили слезы. Deyir ki, gülməkdən gözlərimə deyir, yaş gəldi. Bax, cümləni əgər belə desəm ki, у меня выступили слезы, yəni gözümə yaş gəldi. Avtomatik mənə sual verərsiniz. Почему? Niyə? Yəni ki, mən də deyəcəm ki, от смеха, gülməkdən. Çox güldüyüm üçün də belə deyim. Və cavab olaraq orada olacaq 2, 4, 5. Variant D. Что непонятно? Aydın olmayan nə var? Hiçbir şey. Все понятно. Bələmdir. Çox gözəl, Bəli. sevindim. İş olur. Так, gəlirəm 19-cu suala. 19-cu sualda mənə deyir ki, укажите ряд словосочетаний, в котором прилагательные употреблены в переносном значении. Təkrarlayıram, переносное это məcazi məna deməkdir. Amma bizim biraz işimizi burada asanlaşdırıb deyir ki, yəni ki, asanlaşdırıb nə mənada? Artıq bizə hazır söz birləşmələri vermişəm. Normalda bu cümlə də ola bilərdi, cümlədə fərqləndirilmiş sözlər də ola bilərdi. Siz orada artıq kontekstinə baxmalısınız, amma burada biraz işimiz daha asandır. Və əgər düzgün variantımıza baxsaq, düzgün variantımız olacaq orada variant C. Zolotые ruki, qızıl əllər, холодный ум, soyuq ağıl və горячее сердце, qaynar ürək. Ola bilməz. Yəni ki, məcazi mənada istifadə olunan söz birləşmələrimizdir. Sifətlərimiz zolotые, холодный, горячие. Üçü də burada məcazi mənada istifadə olunur. Ona görə də düzgün cavabımız olacaq variant C. Da, пожалуйста. Skater nədir? Skater. Süfrə. Çistая скатерть. Süfrə deməkdir. Hə, şifrədir. Bəli. Siz Hə. o variantı götürmüsünüz? Yox, sadəcə olaraq Ha, bilmədim deyə. Да, ну хорошо, отлично. Hə. Başqa da nəsə varsa bilmədiyin soruşun, пожалуйста. Yox, keçən dəfə bilmədiyimi quşlamışdım deyə da bu səfər demiyordum. Bilməsəm də bildiyimdən. Все, отлично, хорошо. Nəsə 18-ə və yaxud da 19-cu sualda aydın olmayan nəsə var?
Aydınlaşır. Okey, хорошо. Sualı Yani burada bu başlıqlar olur, pernosum значение falan Aha. filan. İndi yəqin ki bir çox da mövzu yoxdur da. Tutaq ki mən pernosum sözünü bilmirdim, birinizdən də eşidirəm. Yəni imtahanda bu tipli suallar olanda onların başlıqlarını bizə deyin ki, yadda qalsın da. Mən Məsələn, onsuz da sinonim, anonim bildim. Mən onsuz bilirik. da onları hər dərsdə deyirəm. Baxın, adi, hətta əgər kitabı almısınızsa, kitabda leksikologiya sualları var, orada 80 dənə. Onun yuxarısında da qeyd eləmişəm. Yazmışam. Прямое значение, həqiqi məna, переносное значение, məcazi məna, положительное значение. Müsbət axtarmalısınız, отрицательное значение, mənfi axtarmalısan, slova близкие по значению, синоним axtarmalısan, slova противоположные по значению, антоним axtarmalısan. Mən onsuz da bilmirəm fərqinə varmısınız yoxsa yox, orada qeyd eləmişəm. Некоторые заметки, bəzi qeydlər. Onu da yazmışam sizin üçün. Kitab baxmamışam, inşallah açanda baxacağam. Hə, все хорошо. Belə də lazımsa qrupa yazarsınız, mən səsli şəkildə göndərərəm. Prosta yadıma salın. Хорошо, не проблема. Amma yəni ki, sırf elə sizin üçün yadınızda qalsın deyə onları kitabda leksikologiya suallarının yuxarısına açsaz əgər, səhv etmirəmsə 23-cü səhifə olmalıdır. Orada baxsaz görəcəksiniz, narahat olmayın. Хорошо? Başa düşürəm, biraz informasiya çoxluğudur da bu. Deməli 20-ci sualda biz sadəcə cümlə tamamlamalıyıq. Əslində cümlə tamamla sualı bizə fərqli kontekstlərdə düşə bilər, amma bu çox asandır. Sadəcə məntiq olaraq cümləni davam etdirməliyik. Deməli, birincidə deyir ki, ученые занесли редкие виды. Редкие виды nadir növlər deməkdir. Nəyin nadir növü ola bilər? Ya bitkilərin, ya da heyvanların. Ona görə biri aid olacaq D. Учитель занесли редкие виды животных и растений в Красную книгу. Alimlər nadir heyvan və bitki növlərini qırmızı kitaba saldılar. Biri aid oldu D. 2-yə gəlirəm. Уничтожение лесов, meşələrin yox olması, necə deyim, уничтожать, yox olunması da belə deyək. Что может делать? Yəni ki, onların yox olması nə edə bilər? Может привести к гибели всего живого на земле. C variantımız uyğun gələcək ki, yəni dünyada yaşayan bütün canlıların ölməsinə gətirib çıxara bilər, ölümünə gətirib çıxara bilər. 3-ə baxıram. Многие виды рыб гибнут. Çoxlu, necə deyim, balıq növləri ölürlər. Balıqlar nəyə görə ölə bilər? Dənizdə, çaylarda, göllərdə baş verən neqativ proseslərə görə. A variantına baxın. В результате загрязнения рек и озер. Orada rыбını gördüm, burada reka, озеро gördüm, все götürə bilərəm. Və son olaraq gəlirəm 4-ə. Проблему защиты природы, deyir ki, zaten bir variantımız qalıb, B variant deyir ki, təbiətin qoruma problemlərini человечество должно решить сообща. İnsanlıq deyir, bir-biri ilə əlaqəli şəkildə, bir-birinə dəyərək etməlidirlər ki, həmin o problemləri həll edə bilsinlər. Düzgün variant olaraq səhv etmirəmsə D variantım olur, düzdür? Первый D, второй C, третий A, четвертый B. Все. Вам понятно? Да. Все. Да. Olduğu kimi sizə bir esse vərəqi yığmışam. Deməli, sizin imtahanda da qarşınızda, baxın, elə belə bir vərəq olacaq, sadəcə aşağısında xəttlər olur. Həmin o vərəqin üzərində olan təlimatları da sizin üçün bura qeyd etmişəm ki, orada gedib fərqli nə ilənsə qarşılaşmayasınız da, yəni başa düşdünüz. Deməli, nə deyir burada mənə? Ümumiyyətlə, hər şeydən öncə ondan başlayaq ki, məsəl üçün, biz niyə iminə bu işin adını esse qoyublar da? Öncə ondan başlayaq. Çünki essenin digər yazı işlərindən fərqi oradadır ki, siz orada, necə deyim, şəxsi fikriniz, sizə verilən mövzuya dair olan şəxsi fikriniz onlara maraqlıdır. Yəni ki, sizə verilən mövzuya aid olaraq qeyd etməlisiniz hər şeyi və həmin o mövzuya siz öz şəxsi fikrinizi bildirməlisiniz. Ona görə biz bunun adını, nə bilim, inşa demirik, başqa bir şey demirik də. Yəni, iminə adı esse ona görədir ki, sizdən orada şəxsi fikriniz tələb olunur. Bu bir. İkinci olaraq isə orada 2 mövzu verilir imtahanda da. Mövzular bizə öncədən göndərilmir. Mən, məsəl üçün, bu mövzuları sadəcə özümdən qeyd etmişəm. İmtahanlarda olmuşam, orada olan mövzulardan gətirmişəm sizin üçün və yaxud da özümdən mövzular yazmışam. Sadəcə burada belə bir prinsip var. Bu mövzuların 99% sosial mövzulardır. Yəni, hamının, məsəl üçün, mən filoloqam, kimsə informatika müəllimidir, kimsə, nə bilim, polis işləyir, kimsə, bilmirəm, hardasa çalışır da, yəni, bütün hamının fikir bildirə biləcəyi, hamının şəxsi fikri ola biləcək mövzulardır. Yəni, məsəl üçün deyirəm, ora gedib Pushkinin əsərlərindən bir, necə deyim, mövzu sala bilməz. Niyə? Çünki Pushkinin əsərlərinə Sabina cavab verəcək, amma məsəl üçün deyirəm, Anar cavab verə bilməyəcək. Niyə? Çünki ola bilər ki, Sabina onları oxuyub, amma Anar oxumayıb. Yəni, bu mövzular elə mövzulardır ki,
Uşaqdan da sorsan Sağ o ol. mövzuya bir fikri olmalıdır. Sabinadan da sorsan o mövzuya fikri olmalıdır. Qocadan da sorsan o mövzuya fikri olmalıdır. Yəni ki, şəxsi fikir bildirə biləcəyin sosial mövzular. Məsələn, baxın burada olduğu kimi mən qeyd eləmişəm orada. Почему человек должен заботиться о животных? Niyə insanlar heyvanlara baxmalıdırlar? Yəni ki, heyvanların qayğısına qalmalıdır. Və yaxud da ikinci olaraq, влияет ли отношения в семье на характер ребенка? Ailədə olan münasibətlər uşağın xarakterinə təsir göstərirmi, göstərmirmi? Görürsüz, iki dənə elə bir mövzudur ki, kimdən sorsam siz mənə fikir bildirəcəksiniz. Timboli maşallah siz danışmağı sevən qrupsunuz. Düzdür? Bu belə. İki mövzudan birini seçdiniz. Aşağıda baxın, ən aşağıda qeyd olunub. Номер выбранной темы. Yazırsınız 1 və yaxud da 2. İkisinə də yox ha. Birini seçirsən, aydındır. Yazırsan hansını seçmirsən, birincisini seçmirsən, yoxsa ikincisini seçmirsən. Ona uyğun qeyd edirsən. Gəlirəm qiymətləndirmə məsələsinə. Sizin esseniz din tərəfindən verilən kateqoriya, kriteriyalara görə qiymətləndirilir. Yəni, ancaq orfoqrafiyaya baxsınlar, esseni də yazdığınıza baxmasınlar. Belə bir məsələ yoxdur. Və yaxud da ancaq essedə nə yazdığınıza baxıb orfoqrafiyaya baxmasınlar, punktuasiyaya baxmasınlar, nöqtəni harda qoymusunuz, cümləni harda başlamısınız, harda bitirmisiniz. Təkcə odaq nöqtələri bir, necə deyim, razdel deyil. Onlar orada hər şey diqqət yetirirlər. Yəni, orfoqrafiyaya diqqət yetirirlər, necə deyim, suç, məsəl üçün, nə qədər mövzuya aiddir, deyil, cümlələri necə başlatmışsınız, hansı bağlayıcıları istifadə etmişsiniz, tezisləriniz varmı, arqumentləriniz varmı, minimum çalışın hər essenizi ən azı 2 tezis, 2 arqumentiniz olsun. Tezis yürütdüyünüz fikirdir, arqument də onun açıqlamasıdır. Bunlar olmasa esseniz düzgün hesab olunmayacaq. Yəni ki, o esse tam şəkildə qiymətləndirməyəcək. Bu arada kitabın arxasında o qiymətləndirmə meyarlarında mən sizə qeyd etmişəm. Açıb oradan essedə baxa bilərsiniz. Aydındır? Yəni ki, o burada izah olunası bir şey deyildi. Onsuz da oxumasan başa düşməyəcəksən. Qiymətləndirmə meyarlarınıza baxın. A, B, C, D variantlarınız, kriteriyalarınız var orada. Ora əsasən qiymətləndirilir. Mənim sizə verə biləcəyim məsləhət 1. Deməli, mövzuda heç vaxt şəxsləşdirməyə qaçmayın. Çalışın, ümumi yazın. 2. Heç bir şəxsi məlumat orada qeyd etməyin. Müəllimin nömrəsi, müəllimin adı, adresi, ünvanı, osu, busu, bu şeylərdən çəkinin. 3. Ən azı 2 tezis və arqumentiniz olsun. Təkrarlayıram, tezis yürütdüyünüz fikirdir, arqument də onun açıqlamasıdır. Məsəl üçün, ikinci mövzu düşüb. Влияет ли отношения в семье на характер ребенка? Əgər həm fikirləşirsənsə, bir situasiya fikirləş, bir tezis gətir ortaya və onu açıqlamağa çalış. Bu tip esselər daha yaxşı qiymətləndirilir. Dördüncü olaraq, çalış ki, daha çox bağlayıcılar istifadə edir. Yəni, bu cümlən və digər cümlən bir-birlərinə uyğun olsun. Limitimiz var. 150-200 söz. 200-dən çox yazsan problemdir, 150-dən az yazsan problemdir. Qiymətləndirmə meyarını keçmiş olursan. Çalış 150-200 söz arası olsun. Çox söz yazsan yenə sənə problemdir. Daha çox yoxlanılacaq, necə deyim, daha çox problem ola biləcək. Ona görə o limiti keçməməyə çalış. Məndən sizə məsləhət, sadə karandaş götürürsünüz. Çalışın birinci cizmaqor olaraq sadə karandaşla qeyd edin, silib daha sonra fikrinizi daha aydın şəkildə yazmağa çalışın. Daha sonra səbəblər gətirə bilərsiniz, arqumentlər gətirə bilərsiniz. İnformasiyanızı çalışın məntiqli şəkildə ard-arda yazmağa çalışın. Aydındır? Bu qədər əslində. Əsas baxdığım şeyə çox xahiş edirəm. Bir, yəni ki, nə zaman sıfırlana bilər də esələriniz. Bir, şəxsi məlumatlar qeyd etməyin əsla heç bir şəkildə. Necə deyim, orada olduğu kimi də. Çalışın siyasət məsələlərinə girməyin, din məsələlərinə toxunmayın. Elə şeylər yazın ki, onlar o esəni sizə qarşı istifadə edə bilməsinlər və yaxud da düzdür, orada heç kimsin esenizi subyektiv qiymətləndirə bilməz. Bizim bəlli meyarlarımız var. Biz onları meyarla qiymətləndirməliyik. Amma yenə də yəni elə durumlar ola bilər ki, necə deyim, müəllim orada subyektivliyini də istifadə edə bilər də, yəni ki, qaçınılmaz bir şey deyil. Çalışın elə fikirləriniz olsun ki, hamının başa düşəcəyi, anlaya biləcəyi, dinə, din olaraq, siyasi olaraq, mentalitet olaraq uyğun fikirlər olsun ki, sizin fikrinizi başa düşə bilsinlər. Kimsə, necə deyim, yəni orada heç kim özünü yorub, oturub sizin essenizdə yaratmaq istədiyiniz, necə deyim, performansı mı deyim, fikirlərinizi, necə deyim, oxumur da. Onlara əsas odur, hər şey okeydir. Necə deyim, essedə lazım olmayan heç nə yoxdur ki, sıfırlaya biləcəyim bir durum yoxdur ki, başa düşdünüz. Biraz bu nüanslarda diqqətli olsanız, əslində yaza bilməyəcəyiniz bir şey deyil. İndi elə bu essedən
gələn dəfə üçün kimlər esse yazacaqsa yazın mənə göndərin. Uje bəlli esse üzərində mən sizə düzgün və səhv variantları da göstərəcəm. Aydındır? Necə sual? Bağlayıcı bu 150. Da. Şey. 150-200 söz bəli, o mütləq olmalıdır. Onun aşağısı da yuxarısı da problemdir. O ikinci cümlə var. Biliyə отношения в семье на характер ребенка. Da. Bu cümlə necə tərcümə olunur? Yəni nə mənada? Ailədə olan ailədə olan münasibətlər uşağın xarakterinə, yəni ki, gələcəkdə formalaşmasına təsir göstərir yoxsa göstərmir? Valideynlə uşağa elədiyi münasibətdən söhbət gedir, yoxsa ümumiyyətlə Ailədə olan ailə içi bütün münasibətlər, elə uşağın özü ilə olan münasibətlərdən də valideynlərin öz arasında olan münasibətdən də, ümumi ailədə olan bütün münasibətlərdən. Bax, cəmdə qoymuşam отношения. Mən burada sırf ailədəki tam ki xarakteri, valideynlərin hərəkətinin uşağına təsirindən yazmışam. Belə qoymuşam. Yazmışsan, problem yoxdur. Onu necə deyim, əgər tezis arqumentlərin varsa dəyərləndirmək olar. Problem deyil. Tez istəyəndə ki, orada bir söz oxudum. Mən də öz həyatımdan bastım, bağladım da. Hə, elə olmaz da həyatına yaza bilərsən. Dəqiqə burada harada idi? Müəllimə, maksimum 5 bal yazmaq olur, hə, essedə? Bəli, bəli. Maksimum 5 bal ala bilərsən. Bunu səhv əgər essen məsələn 0 kimi dəyərləndirsələr, maksimum 20 bal yığa bilərəm də, elə bir ki, düz olsa bizlər. Da. Bu təzə açılır. Bundan qabaq mənim imtahanda olmuşam, belə şey yox idi. Nətər esse? Bundan qabaq nə vaxt olmuşsunuz? Esse ucu 4-cü ildi var. Mənim hesabladığım 4-cü ildi var esse. 2 il bundan qabaq olmuşam, belə şey yox idi axı imtahanda. Deməli qalmamısınız esse, çünki əlavə yarım saat verirlər esse üçün. Ay, kitabçada da heç elə bir şey yox idi axı. Kitabçada verilmir ki. Kitabçada olmur. Kitabçada olmur. Kitabçı bir imtahan bitir, 3 saat bitir. 3 saatin sonunda gətiribsə əlavə vərəqlər paylayırlar. Təmin o vərəqlərdə gözdə qalmamışam o vaxtda kimi. Hə. Yəni ki, o işdə Deməli qalsaydım, bəlkə də bal yağardım, 5 balım da oradan kəsblər. İki cümlə yazdım. Məsəl üçün də mövzu ilə bağlı. Ən azı 1 bal verəcəklər, yoxsa 2 cümlə deyən sıra. Yox. Yəni ki, o çox redko ona nəsə bal verə bilərlər. Amma məsəl üçün bir dənə mənim tələbəm var idi. O normalda esse yazmaq fikri yox idi. Prosta marağından qalmışdı da. Çox səbirsiz biri idi deyə. Sadəcə deyir, essenin dedi müəllimə oturum baxım, essenin mövzusuna girdi. Essenin mövzusu da orada qadınların, kişilərin çalışdığı işdə çalışa bilmələri falan bu tip bir məsələ idi də. Yəni feminist bir mövzu idi. Deyir, elə qəşəng esse yazmış ki, 4,5 bal vermişdilər. İl boyu esse yazmayan tələbədən söhbət gedir ha. Mövzunu o qədər qəşəng açmışdı ki, belə deyir, əsəbimə toxundu deyir müəllimə mövzu. Elə qəşəng açmışdı ki mövzunu. Bildiniz 4,5 bal vermişdilər ona. Ona görə bu belə şeylər ola bilər.